Azərbaycan tərəfi 2023-cü il sentyabrın 19-da Qarabağda əməliyyatların keçiriləcəyi ilə bağlı Rusiyaya məlumat verib. Sülh məramlıların əməliyyatdan xəbərləri olub, lakin onlar susublar və ermənilərə xəbərdarlıq etməyiblər. Global İnfaz xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb. Onun sözlərinə görə nə sülh məramlılar, nə də Kremldən kimsə Qarabağdakı separatçılara məlumat verib. Stat: Doğrudur, Artsaq hakimiyyəti Azərbaycan qoşunlarının cəbhə xətti boyu toplanmasını müşahidə edib, lakin əməliyyatın nə zaman olacağını bilməyiblər. Sadəcə sentyabrın 19-u səhər saatlarında ailəsi Xankəndidə yaşayan, Gümrüdəki 102-ci bazanın zabitlərindən biri prezident ofisi ilə əlaqə saxlayıb. O, həmin gün hücumun olacağına dair xəbərdarlıq edib. Məlumatı öyrənən Samvel Şahramanyan Rusiya sülh məramlılarının Şuşa istiqamətində yerləşən qərargahına gedib və məlumatı təsdiqləyib. Yalnız bundan sonra ərazidə həyəcan siqnalı verilib. Hətta Gümrüdə xidmət edən zabitin Qarabağda baş verəcəklərdən xəbərdar olması, lakin Qarabağdakıların bilməməsi belə adamı dəli edir. Yəni, əgər bu xəbərdarlıq olmasaydı, sülh məramlılar sona qədər susacaqdılar. Xatırlayırsınızsa, Azərbaycan rəsmi səviyyədə dəfələrlə əməliyyatların olacağı ilə bağlı Moskvaya məlumat verildiyini açıqlamışdı. Amma Rusiya bunu inadla təqzib edirdi deyə Akopyan bildirib. Statın sonu. Qeyd edək ki, rəsmi Bakı antiterror əməliyyatlarının keçiriləcəyi ilə bağlı Qarabağdakı Rusiya sülh məramlılarına öncədən məlumat verildiyini elan edib. Hətta sülh məramlılara döyüşlər zamanı qərargahlarından uzaqlaşmamaları tapşırılsa da, bir neçə əskər buna əməl etməyib. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.